Aleyküm değerli izleyiciler. Bugünkü bitkimiz Artemisia, sağlam güclü mənasını verən yovşan bitkisi haqqında sizlərə məlumat verməyə çalışacağım. Adından da məlum olduğu kimi sağlamlıq, güclülük mənasını verən bu bitki əlbəttə ki, təbabətdə geniş istifadə olunur. Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, boyaq və bəzək üçün növləri bir çox ölkələrdə kütləvi şəkildə becərilir. Bəli, yovşan bitkisini bu gündə çəkməyimdə məqsəd xalq təbabətində yovşan may ayında toplanmış hissələri qaynatmaqla əldə olunmuş məhlulu, sarılıq, qaraciyər, sidik, dalaq, ishal, yuxusuzluq, ürək getmə, qusma və bir sıra bağırsaq xəstəliklərində istifadə olunur və keyfiyyətində məlum məsələdir. Yovşan bitkisi iştah açmaqda da tövsiyə olunan bir bitkilərdəndir. İştahsız adamların da iştahın özünə gətirir. Bu bitkinin qoxusu, xüsusən dəniz qırağında yaşayan, bu Abşeron yarımadasında yaşayan insanlar gözəl bilir. Mən yadımdadır, uşaqlıqdan yayda insan dənizə gedəndə bu bitkinin ətri ilə necə valeh olurdu. Həqiqətən də öz gözəlliyi, öz belə sıradan baxsız biganə qala bilərsiniz, amma öz gözəlliyi ilə özü valeh eləyir insanı. Bu bitkinin də bir xüsusiyyət də vardır ki, quşçuluqda istifadə olunur. Bu bitkini hində toplayıb hinə qoyduğumuz zaman toyuqlarda olan bit birə bu kimi zərər vericilər toyuqlarımızdan uzaqlaşır bu bitkinin qoxusunun sayəsində. Özünüzə yaxşı baxın, sağlam qalın.